Kəlbəcərin bu qayaları adamı elə ilk saniyədən öz havasına salır. Hər kəsə salam, hər vaxtınız xeyir. Bura Ağdaban yoludur. Sağımız solumuz sırf uçurumlu, sıldırımlı qayalıqdır. Yol boyu adamı ancaq bu dağ çayının səsi müşahidə edir. Şəhərin hayküyündən sonra bura tam fərqli dünyadır. Hər döngədə mənzərə elə dəyişir ki, kameranı bir saniyədə söndürmək istəmirsən. Baxın, illərdir buralar öz toxunulmazlığını necə qoruyub saxlayıb. Bu sakitliyi, buranın havasını sadəcə hiss etmək lazımdır. Biraz da yuxarı qalxdıq, dağların başı artıq dumandır. Hədəf götürdüyümüz yerlərə çatana qədər hələ çox maraqlı yerlərdən keçəcəyik. Vaxt itirmədən yolumuza davam edirik. Bura Kəlbəcərin məşhur Zar kəndidir. Dağların ətəyində bu yaşıl yamazlarda həyat yenidən öz axarına qayıdır. Uca qayalar və buraların təbiəti adamı elə ilk baxışdan heyran edir. İndi isə kəndin içərisinə doğru boylanar. Baxın, burada böyük bir yenidən qurma işi gedir. Köhnə yurd yerində yepyeni müasir evlər ucalır. Kənd tamamilə yenidən doğulur. Hər bir evin damı, divarları sanki buraların gələcək canlamasından xəbər verir. Tikinti işləri sürətlə davam edir. Bu möhtəşəm dərənin, bu sıldırımların mənzərəsi isə kəndə xüsusi bir gözəllik qatır. Təbiətlə müasirliyin vəhdəti də bax elə budur. Yolumuzu Kəlbəcərin içərilərinə doğru davam edirik. Dar dağ yolları ilə irəlilədikcə qarşımıza buraların yerli heyvandarları çıxır. Və budur, qarşıda Kəlbəcər-Laçın avtomobil tuneli görünür. 1958-ci ildə tikintisinə başlanmış bu köhnə keçid bütöv bir tarixin şahididir. Birinci Qarabağ müharibəsində Laçından Kəlbəcər istiqamətində çıxan dinc sakinlər məhz bu yerdə düşmən puskusuna düşmüşdülər. Həmin ağır günlərdə çarəsiz insanlar, qadınlar və uşaqlar dörd bir tərəfdən amansızca gülləbarana məruz qalmışdı. Bu divarlar o acı fəryadı yaddaşına köçürüb. İndi bu qaranlıq keçiddən keçəndə o günahsız insanların çəkdiyi ağrıları xatırlamamaq mümkün deyil. Hər qarışında tarixin daxili sarsıntısı var. Nəhayət tuneldən çıxdıq. Bugün bu yollarda yenidən hərəkət var, həyat var. Amma bu dağların yaddaşındakı o qanlı pusku heç vaxt unudulmayacaq.
Sıldırım qayaların, dərin dərələrin qoynunda indi tamamilə yeni bir infrastruktur ucalır. Şəhərin simasını dəyişəcək layihələrdən biri də məhz bu kanat yoludur. Bu mühəndis qurğusu gələcəkdə həm yerli sakinləri, həm də bura gələn qonaqların hərəkətini asanlaşdıracaq. Laçının turizm potensialına yeni bir nəfəs verəcək. İndi isə üz tuturuq Laçının o meşəli, dumanlı yaylaqlarına. Yağışdan sonra buraların havası təmizlənir, təbiət öz füsunkar rənglərini göy qurşağı ilə tamamlayır. Bu sonsuz yaşıl yamaclarda, uca dağların ətəyində zaman sanki dayanır. Yaylaq həyatı öz qədim ahəngi ilə yenidən canlanır. Hər tərəf elə bir yaşıl xalıya bürünüb ki, insan bu mənzərəni seyr etməkdən doymur. Təmiz dağ havası, sükut və təbiətin harmoniyası. Yaylaqların yuxarı hissəsində isə bizi tamamilə fərqli bir dünya qarşılayır. Çəmənliklər rəngbərəng çiçəklərlə bəzənib. Ağ və çəhra ləçəklər yaşıl otların arasında bərq vurur. Bu çəmənlər təkcə gözəllik deyil, həm də buraların zəngin florasının sübutudur. Hər bir çiçək dağların enerjisini, torpağın bərəkətini özündə daşıyır. Laçın həm quruculuq işləri ilə yenidən doğulur, həm də öz təbiəti ilə gələcəyə addımlayır. Bu gözəlliyi qorumaq və sənədləşdirmək isə ən böyük borcumuzdur. Bu gözəlliyi sadəcə seyr etmək bəs etmir, onu gərək bir yerdə qoruyub yayaq. Əgər buraların ab-havası sizə də doğma gəlibsə, bəyənmək və abunə olmaq düymələri ilə bu yolculuğa səssiz bir dəstək verə bilərsiniz. Beləcə növbəti dağ yollarında yollarımız yenidən kəsişər. Görüşənədək özünüzə yaxşı baxın, sağ olun.